Hələ bu dünyada xanım Fatimə Zəhranın nuru necə idi? Mərəşi Nəcəfi İhqaqul Haqda yazıb. Peyğəmbərin xanımlarından biri deyir ki, kunna nəxid billeyl fi nuri vəchi Fatimə. Deyir, biz gecələr Fatimənin üzünün nurunda iynə saplıyorduk. İynə saplıyorduk Fatimənin üzünün nurunda gecələr. Kunna nəxzəl. Nəxzəl yəni yun əyrirdik. Yun əyrirdik üzünün nurunda. Çırağa ehtiyac yoxdur. İndi axirət. Hələ bir dənə də deyim sənə. Mədiniyə təzə gələnlər, çünki bilirsiniz, indi kim Mədinəli idi? Mədinəli idi. Peyğəmbər sallallahu ora hicrət eləyəndən sonra müsəlmanlar köçürdülər Mədiniyə, gəlirdilər Mədiniyə. Kim təzə gəlirdi? Məsələn, indi buna bir ev veriblər, yer veriblər məskunlaşmağa, əyləşərdi, görərdi ki, məsələn, günün bir vaxtı olur, mənim evimə nur düşür, işıq düşür. Əvvəl təzə gələn qorxurdu. Bəziləri hətta elə bilirdi, qiyamət başlayır. Bəziləri deyirdi, buna gündür, buna günəşdir, buna işıqdır, buna nurdur. Məsələn, kişilər qaçırdı Peyğəmbər sallallahu yanına, ya da qadınlar qalırdı uzaqda. Ya Rasulallah, bu nur nədir evimizə düşür? Peyğəmbər sallallahu deyirdi ki, qadınlara gedin qızım Fatimənin evinə, Fatimə mehrabında namaz qılır. O hər dəfə namaza duranda bütün Mədinənin evləri işığa qərq olardı, nura qərq olurdu. Xanım Fatimə Zəhra salamullah aleyha məhşərə bu cür nur ətrafında nur xidmətçiləri ilə gələcək. Elə nurdan da bir taxt düzələcək. Yenə deyirəm, bunların hamısının sənədi ilə inşallah vaxt gələr oxuyaram sizə. Amma daha vaxtınızı çox almayayım, qutardım söhbətimi. Əzizim oxusun inşallah. Nurdan da taxt qurulacaq. Nida gələcək, qəmmizu əbsarəkum. Gözünüzü yumun, Zəhra gəlir. Gözünüzü yumun Zəhra. Çünki niyə yumun? Bu şəri hökm deyil. Bu bilsən nədir? Yəni onsuz da bu göz Zəhra nuruna tamaşa eləyə bilməz. Gücü çatmaz. Elə ona görə yumsuz yaxşıdır. Yumun. Gözünüzü yumun. Zəhra gəlir.